Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Azərbaycan ədəbi dilinin normaları ilə tanış olacaq. Ədəbi dil dedikdə nə başa düşürük? Elə belə deyirik ki, ədəbi dilin normalarına tabe olan dilə ədəbi dil deyirik. Bəs ədəbi dilin normalarına tabe olmaq nə deməkdir? Ədəbi dilin normaları dedikdə nə başa düşürük? Bizim fonetikada, leksikada, qrammatikada öyrəndiklərimizi tətbiq eləməyi norma kimi başa düşmək lazım. Yəni, norma əslində nə deməkdir? Qayda. Bəs Azərbaycan ədəbi dilinin qaydaları nədir? Fonetikada, leksikada öyrəndiyimiz qaydalar. Elə fonetikada öyrəndiyimiz qaydalara əməl etmək, fonetik normaya əməl etmək deməkdir. Leksikada öyrəndiklərimizə əməl etmək, leksik norma deməkdir. Qrammatikada, yəni morfologiya və sintaksdə öyrəndiklərimizə əməl etmək isə qrammatik norma deməkdir. İndi baxaq görək, fonetik norma dedikdə, leksik norma dedikdə, qrammatik norma dedikdə konkret nələr başa düşülür. Bir məsələni də vurğulayım ki, Azərbaycan ədəbi dilinin normaları həm yazılı nitq üçün, həm də şifahi nitq üçün keçərlidir. Fonetik norma tələb edir ki, biz sözləri düz yazaq, düz tələffüz edək. Yəni, fonetikada öyrəndiklərimizi tətbiq edək. Mən biləm, bu çox sadə bir anlayış. Əgər bizə test nümunəsində cümlə və yaxud söz transkripsiya işarəsi içərisində verilibdirsə, onda biz sözün düzgün yazılışına əməl olunub-olunmadığına diqqət etməliyik. Xeyr, söz transkripsiyada verilməyibsə, sözlərin düzgün yazılışına əməl edilib-edilmədiyinə baxacaq. Əgər cümlədə səhv yazılmış söz varsa, o demək ki, fonetik norma pozulur. Bəs leksik norma nə demək? Leksik norma sözü ifadə etdiyi mənasına uyğun olaraq yerində işlətmək demək. Yəni, hər bir söz öz mənasına uyğun yerində işlədilməlidir. Əgər söz mənasına uyğun yerində işlədilməsə, bu leksik normanın pozulmasıdır. Leksik normanın pozulmasına həm də varvarizm və vulqarizmlərdən istifadə də daxildir. Əgər biz ehtiyac olmadan əcnəbi sözü nitqimizdə işlədiriksə, buna varvarizm deyirlər və bu leksik normanın pozulmasıdır. Sözsüz ki, kobud sözün də nitqimizdə işlədilməsi, yəni vulqarizmin, bu da leksik normanın pozulmasıdır. Bu yerdə bir şey deyim, burada varvarizm və vulqarizm əslində qəsdən işlədilən kobud söz, qəsdən işlədilən alınma söz demək ki, buna ədəbi dil, bədii üslubda buna yol verilə bilər. Yazıçının məqsədli şəkildə, yazıçının öz nitqində yox, müəllifin öz nitqində yox, obrazın nitqində varvarizmə və vulqarizmə yol verilə bilər. Yazıçı obrazın xarakterini açmaq üçün, onun təbiətini göstərmək üçün onun nitqində varvarizmə və vulqarizmə yol verə bilər. Amma müəllifin nitqində yol verilməzdir. Baxaq görək, varvarizm dediyimiz, vulqarizm dediyimiz sözlər hansı anlamda leksik normanı pozur? Məsələn, ruçkam evdə qalıb desək, burada leksik norma pozulmuş olur. Çünki bizim dilimizdə ruçka sözü yoxdur, qələm sözü var, qələmim evdə qalıb demək lazım idi. Sonra başqa bir nümunələrə baxaq, məsələn, gözəl məclis tərtib etmişdilər, yox. Çünki gözəl məclisi tərtib eləmirlər, təşkil edirlər. Amma misal tərtib etmişdir desəm, olar. Deməli, sözün yerinə oturmaması leksik normanın pozulmasıdır. Dilimizdə söz ola, onun əvəzinə başqa bir xarici sözü dildə işlətmək, o da leksik normanın pozulmasıdır. Yəni, varvarizm kimi kobud sözün işlənməsi də sözsüz ki, leksik normanın pozulmasıdır. Qrammatik normanın pozulması ilə bağlı məsələlər isə genişdir. Ona görə hər birinə ayrı-ayrılıqda baxaq. Morfologiyada öyrəndiyimiz nələrə diqqət etməliyik ki, bu qrammatik normanın və ya sintaksda öyrəndiyimiz nələrə diqqət etməliyik ki, bu qrammatik normanın pozulması olmasın. Başlayaq lap əvvəldən. Birincisi onu deyim ki, sözdə şəkilçilərin sırası pozularsa, bu da qrammatik normanın pozulmasıdır. Biz sözdə şəkilçilərin sırası dedikdə nə başa düşürük? İsimdə şəkilçilərin sırası belə olur. Cəm, mənsubiyyət, hal, xəbərdir. Bu ardıcıllıq pozulsa, onda ədəb dilinin norması pozulmuş olur. Amma adətən testlərdə bu cür nümunələr olmuş. Çünki o dəqiqə bizim beynimiz algılayır ki, burada şəkilçilərin sırası uyğun deyil. Deyək ki, yazıçılarımızdandır. Bunu heç vaxt biz belə deyə bilmərik ki, yazıçımız
yazıçılardığımızdan belə heç cürə bu cür yəni şəkilsizlərin yerini dəyişmək olmur. Ona görə adətən belə test nümunələri də yoxdur. Amma ən çox nəyə rast gəlirik? Saylardan sonra gələn isimlərin tək və cəmdə olması məsələsinə. Baxaq, bir qoymuşuq burada birinci fikir müəyyən miqdar və təqribi miqdar saylarından sonra gələn isimlərin təkdə işlənməsi. Yəni 5 kitab şəklində olmalıdır. İngilis dilində, rus dilindəki kimi cəm şəkilçisi gəlməz. Bax, burada lar şəkilçisinin işlənməsi qrammatik normanın pozulmasıdır. Və yaxud 7-8 nəfər uşaq. Əgər 7-8 nəfər uşaqları desək, o da qrammatik normanın pozulmasıdır. Sonra xeyli az, bir qədər, biraz, bir neçə saylarından sonra gələn isimlər də həmişə təkdə işlənməlidir. Xeyli iş olar, amma xeyli işlər olsa, ədəbi dilin qrammatik norması pozular. Bir qədər meyvələr olmaz, onda ədəbi dil norması pozulmuş olar. Biraz pullar olmaz, bir neçə qoyunlar olmaz. Yəni, bu saylardan sonra gələn, qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlərin cəmdə işlənməsi ədəbi dilin normasının, qrammatik normasının pozulmasıdır. Sonra 2 dənə say, bunu xüsusi bilirik, vurğulamışıq. Bir sıra, bir çox saylarından sonra gələn isimlər təkdə olsa ədəbi dil norması pozular. Mütləq bir sıra kəndlər, bir çox dəstələr şəklində olmalıdır. Bir çox dəstə, bir sıra kənd olmasa ədəbi dilin norması pozular. Əgər bir çox sözünü bu şəkildə bitişik yazmış olsa, bu zaman fonetik normada pozulmuş olar. Deməli, bax, bir çox dəstə ifadəsində həm fonetik norma pozulmuş olur, həm də qrammatik norma pozulmuş olur ki, dəstə sözündə lər şəkilçisi işlənməyib. Bax, bir dənə, balaca bir nümunədə ədəbi dilin 2 norması pozulmuş olur. Sonra dördüncü, eyni sözün təkrarı ilə yaranmış sifətlərdən sonra gələn isimlərin cəmdə işlənməsi. Yəni, şirin-şirin meyvələr, şirin-şirin meyvə olmaz. Böyük-böyük binalar, böyük-böyük bina olmaz. Morfologiyada öyrəndiklərimizlə bağlı ədəbi dil normalarının pozulmasına nümunələr bu 4 haldan bağlı olur. İndi keçirik sintaksdə öyrəndiyimiz və ədəbi dil norması hesab olunan məsələlərə. Xəbərin mübtəda ilə şəxsi və kəmiyyətə görə uzlaşmasında bəzi qaydalar var ki, onun pozulmasına test nümunələrində rast gəlirik, test tapşırıqlarında rast gəlirik. Məsələn, bu qaydalar necədir? Biz bilirik ki, mübtəda cəmdə olan insan anlayışı bildirən söz olarsa, mütləq xəbər cəmdə olmalıdır. Yəni, uşaqlar insan anlayışı bildirən isimdir və cəmdədirsə, mübtəda vəzifəsində işlənərkən, xəbər də mütləq cəmlik anlayışı olmalıdır. Yəni, uşaqlar gəldilər olmalıdır. Xeyr, uşaqlar gəldi şəklində olsa, ədəbi dilin norması nə olar? Qrammatik norması pozulmuş olar. Əgər mübtəda cəmdə olan cansız əşya bildirən sözdürsə, xəbər mütləq təkdə olmalıdır. Yəni, ağaclar quruyub olmalıdır. Əgər burada ağaclar quruyublar, əgər biz ağaclardakı lara görə quruyublar sözündə lar işlətsək, o dəqiqə nə olar? Ədəbi dilin norması pozulmuş olar. Qrammatik norma pozulmuş olar. Bir də ən çox qrammatik norma mübtəda xəbərin uzlaşmasında hansı nümunələrdə bir pozulma halına biz rast gəlirik? Məsələn, belə olur. Söz birləşməsi olur. Söz birləşməsinin aslı tərəfi cəmdə olur, amma əsas tərəfi təkdə olur. Bu halda xəbərlə uzlaşmada əgər xəbər cəmdə olarsa, yenə ədəbi dilin norması pozulmuş olur. Məsələn, uşaqların çoxu getdi şəklində olmalıdır. Bəzən bunu verirlər, uşaqların çoxu getdilər. Bu getdilərdə lər artı olur. Çünki burada əsas söz uşaqların çoxunda çoxu sözüdür. Çoxu getdilər olmamalıdır. Bizdə uşaqlar sözündəki lar şəkilçisi bizi yanıldır. Elə bilirik ki, getdilər olar. Amma necə olmalıdır? Uşaqların çoxu getdi. Bu da ədəbi dilin norması, qrammatik normasının pozulması hesab olunur. Sonra bir də olur toplu isimlər. Məsələn, cəmaət ayağa qalxdılar. Cəmaət sözü bizim beynimizdə cəmlik anlayışı bildirir deyə, çoxluq anlayışı bildirir deyə, sanki bizə elə gəlir ki, belə olar. Cəmaət ayağa qalxdılar. Cəmaət ayağa qalxdılar olmaz, cəmaət ayağa qalxdı. Yəni, mübtəda ilə xəbərin uzlaşmasında yol verilən səhvlər bunlardan ibarətdir. Bu da qrammatik normanın pozulması hesab olunur. Sonra həmçinin mübtədaların xəbərlə uzlaşmasında bəzi qaydalara əməl eləmək lazımdır. Bilmək lazımdır ki,
Həmcins mübtədaların içərisində mən və yaxud biz şəxs əvəzliyi varsa, mütləq xəbər birinci şəxsin cəmində olmalıdır. Yəni, belə desək, mən də atam da getmişdik. Yəni, burada mən də atam da getmişdilər şəklində olmasın. Mən və yaxud biz hər hansı biri varsa, həmcins mübtədanın içərisində xəbər birinci şəxsin cəmində olmalıdır. İstəyir mən olsun, istəyir biz olsun. Yox, əgər həmcins mübtədaların içərisində mən, biz yoxdursa, mən və biz birinci şəxs yoxdursa, sən və yaxud siz şəxs əvəzliklərindən biri varsa, mütləq xəbər ikinci şəxsin cəmində olmalıdır. Sən də, dostun da yorğunsunuz, yorğundurlar olmaz. Mütləq xəbər o dəqiqə birinci şəxsin cəmi şəklində olur. Sonra növbəti bir qrammatik norma pozuntusu söz sırasına əməl olunmamasıdır. Söz sırası cümlədə necə olur? Mübtəda əvvəldə gəlir, xəbər axırda gəlir. Tamamlıq və zərflik müxtəlif məqsədlərdən asılı olaraq, yəni müəllifin məqsədindən asılı olaraq yerlərini dəyişə bilər, amma xəbərlə mübtədanın arasında olmalıdır. Təyin isə təyin etdiyi sözdən əvvəl gəlir. Məsələn, hamı tapşırığı vaxtında bitirdi və ya hamı vaxtında tapşırığı bitirdi. Hər ikisi olar. Amma tamamlığı, tapşırığı hamı vaxtında bitirdi şəklində olmaz. Yəni, tamamlıq mübtədadan qabağa keçməməlidir. Və yaxud ayrılarmı könül candan, bu bədii üslubda inversiya hesab olunur, obrazlıq hesab olunur. Ədəbi dil nümunəsi kimi baxsaq ona, norma nöqteyi nəzərindən baxsaq, burada ədəbi dilin norması pozulub. Çünki xəbər mübtədadan əvvəldə gəlib. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu. Nümunəni balacalatdım ki, bəlkə kiməsə lazım ola bilər, skrin eləyib götürmək istəyər və yaxud nə cürsə istifadə eləyə bilsin. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.